Salam əziz birinci qruplar. Gəlin birlikdə bu isbat sualını həll edək. Bu zaman x plus n-i sıfıra bərabər edirəm və x-in mənfi n olduğunu alıram. X gördüyümüz yerə gəlin mənfi n yazaq. Xatırladım ki, bu məşhur Bezu teoremidir. Deməli, n kvadrat çıxılsın bn üstəgəl c bərabər 0. Buradan n kvadratını tapmaq istəsəm, bn çıxılsın c-yə bərabərdir. Digərində isə yerinə yazdıqda n kvadrat çıxılsın dn üstəgəl y bərabərdir 0-a. N kvadratını tapsaq, dn çıxaq y-yə bərabərdir. N kvadratının qiymətlərini gəlin bərabərləşdirək. Bu zaman deməli belə bir ifadə alırıq. N olan ifadələrimizi eyni tərəfə keçirdirəm. C-ni isə sağ tərəfə. N-i tapmaq istəsək, buradan b çıxaq d, c çıxaq y. N-i tapmaq üçün c çıxaq y-ni b çıxaq d-yə bölürük. Buradan sürətdəki və məxrəcdəki ifadələrdə yerləri dəyişsəm, y çıxaq c, d çıxaq b alarıq. Və beləliklə də teorem isbat olundu.